Bürclərin 11 dekabra ən düz və qısa proqnozu. Pul plus ümumi enerji ilə birlikdə. Qoç 11 dekabr. Bugün məqsədyönlü olacaqsınız. Kiçik bir xəbər planlarınızı dəyişə bilər. Pul, xırda gəlir və ya köhnə borcun qayıtması mümkündür. Boğa, sakit amma məhsuldar gündür. Daxili rahatlıq artır. Pul, yeni qazanc ideyası və ya əlavə gəlir imkanı görünür. Əkizlər, günün ritmi sürətlənir. Xəbərlər, mesajlar, görüşlər ard-arda gələcək. Pul, gözlənilməz amma sevindirici bir pul hərəkəti ola bilər. Xərçəng, emosional rahatlama günü. Ailə və şəxsi həyat möhkəmlənir. Pul, xərciniz ola bilər, amma tezliklə geri qayıdacaq. Şir, irəliləyiş və nüfuz artır. Yaxşı təklif ala bilərsiniz. Pul, şanslı gündür. Qazanclar qüvvətlənir. Qız, planlaşdırma və dəqiqlik tələb edən gündür. Soyuq başla qərar verin. Pul, gecikmiş ödəniş və ya bonus ehtimalı yüksəkdir. Tərəzi, yeni başlanğıclar üçün əlverişlidir. Münasibətlərdə yumşalma var. Pul, balanslı gündür. Gözlənilməz pul itkisi yoxdur. Əqrəb, intuisiyanız güclüdür. Gizli qalan bir məsələ aydınlaşacaq. Pul, kiçik amma stabil görünür. Kiçik amma stabil gəlir görünür. Ox atan, enerjiniz yüksəlir. Uğur dalğası başlayır. Pul, yeni gəlir qapısı açılır. Xüsusən iş və layihələrdən. Oğlaq, sakitlik və fokus günü. İşdə güclü qərar verəcəksiniz. Pul, yaxşı xəbər və ya əlavə gəlir ola bilər. Dolça, sürprizlərlə dolu gündür. Yeni yol, yeni fikir açılır. Pul, çox gözləmədiyiniz bir mənbədən pul gələ bilər. Balıq, hisslər güclənir, yaradıcılıq artır. Pul, kiçik xərclər olsa da günün sonunda balans müsbətdir.